İnsan bədənində ən vacib nahiyyə hansı nahiyədir deyə soruşsanız, mən bir osteopat və bütüncül tibb həkimi, terapevt olaraq deyərdim ki, bu nahiyyə boyun nahiyəsidir. Niyə? Çünki boyun nahiyəsindəki vacib damarlar, sinirlər o qədər çox yeri innervasiya edir ki, o qədər çox yeri qanla təchiz edir ki, biz sadəcə boyun nahiyəsindən işləyərək insanları bir çox problemlərdən xilas edə bilərik. Bu problemlər nədir? Məsəl üçün, həzm sistemi problemləri, həzm sistemində yaranan gluten dözümsüzlük, qıcıqlanmış bağırsaq sindromu, öd və qaraciyər diskineziyaları, diafraqmada nəfəsin tam idarə oluna bilməməsi, ürək nahiyəsində aritmiyalar, dərmanla müalicəyə tabe olmayan aritmiyalar, kələ daxili təzyiqlər, miqren, hipertenziv sindrom, yəni təzyiqin birdən-birə artması və müalicəyə tabe olmaması, gərginlik, baş ağrısı, menstrual sikl ağrıları, yuxu pozulmaları kimi halları biz sadəcə boyun nahiyəsinə osteopatik toxunuşlar etməklə aradan qaldıra bilirik və onu da qeyd edim ki, boyun nahiyəsinə osteopatiyadan başqa doğru, düzgün və ziyansız tətbiq oluna biləcək texnikalar başqa sahələrdə yoxdur. Ona görə də əgər boyun nahiyəsinə doğru toxunuşlar olunmasını istəyirsinizsə, mütləq osteopatiya prosedurasına müraciət edin.